Yəni bir adam homoseksualda özü bilər. Heç kimin də intim məsələsi və yaxud da yataq məsələsi heç kimin borcuna deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə belə bir şey buyur gedə bilərmi? Bəs Allah falan ayətləri hara getdi? Bir adam homoseksualsa özü bilər. Kişi ilə kişi yatır, qadın qadınla yatır. Sənin nə işin olur? Özləri bilərlər. Yəni bu bunu təbliğ edir. Məgər İslam dəvətçisi bu cürə danışar? Allah Subhanahu taala Quranda deyir ki, biz sizi orta ümmət etdik, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirəsiniz. Yaxşılığı kim əmr edəcək insanlara? Kim insanlara deyəcək ki, haram yemə, homoseksualizmlə məşğul olma, zina etmə, içki içmə? Görün Allah Subhanahu taala Quran-Kərimdə bizlərə Lut əleyhissalamın qövmünün onun etdiyi o əməllər barəsində nələri deyir? Doğrudanmı siz bəşər övladlarından yalnız erkəklərə yaxınlıq edirsiniz və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir cəmatsınız. Yəni bu insan demək istəyir ki, biz bu sözləri deməyək. Biz bunları təbliğ etməyək cəmaata. Baxa görə Allah Teala başqa bir ayətdə Ənkəbut surəsində nə buyurur? Ya Muhammed, Lutu da yadına sal. Bir zaman öz qövmünə demişdi, doğrudanmı siz özünüzdən əvvəlkilərin heç bir bəşər övladının etmədiyi ilgənc bir işi görürsünüz? Və Allah Subhanahu taala o qövmü nə etdi? Onların ölüm vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimizi gəldiyi zaman o yurdun altını deyib üstünə çevirdik və üzərinə oddan bişmiş bir-birinə bitişik bərkdaşlar yağdırdıq. Baxın dəyərli müsəlmanlar, Allah Subhanahu taala bu qövmü necə həlak etdi? Necə məhv etdi bu qövmü? Etdikləri o çirkin, mundar əməllərinə görə.